qadın məşqçilərə güvənmirlər. Belə başımın üstündə Əzrail kimi dayanan bir məşqçi olsun. Yəni məşqçi yox, Əzrail axtarırlar. Qadın idmanda feminin enerjisini itirə bilər. Əgər düzgün idman eləsə, əksinə feminin enerjisi artar. Kişi məşqçilər qadınların bədənini tanımırmı? Mən düşünürəm ki, yoxdur məncə. Analıqdan sonra qadınların ən çox etdiyi səhv nədir? %100 uşağa həsr eləmək. Səncə qadınlar idmana fiziki görünüş üçün yoxsa psixoloji ehtiyaclarını ödəmək üçün başlayır? Çox gözəl bir sualdır. Bir də bizim qadınlarda bir məsələ var ki, özündən daha çox çevrəsindəki insanları dinləyir. Çox. Bir sürü psixologiyası var da. Maskülen enerji idmanda nə vaxt faydalıdır, nə vaxt zərərli? Nə Altı bilim, bazar altı bazar eləyirlər. bayramdır. Altı Emil Sağlamın bir paylaşımını gördüm. Heç mən şəxsiyyətimə belə yaraşdırmadım ki, elə ucuz yerdə mən nəsə bir rəy bildirim. Dövlət səviyyəsində bu məsələni çalışacağam ki, həll eləyim. Qadın üçün balanslı qidalanmanın 3 qaydası nədir? Yaxşı hazırlaşmışam ha. Belə suallar üst-üstə qəşəng gəlir.